Çilidə bir radikal gənclər təşkilatının paytaxt Santiago'da zorakılıq yolu ilə partlayıcı maddələrdən istifadə etməklə diqqəti cəlb etmə planlarının üstü açılıb. Xatırladaq ki, bir müddət bundan öncə 5-6 xaricdən maliyyələşən radikal gənclərin təşkil etdiyi dırnaqarası aksiyaların qarşısı Çili polisi tərəfindən müvəffəqiyyətlə alınmışdır. Bu kadrlarda isə siz onların saylarının necə az olduğunu görürsünüz. Bu aldadılmış gənclər Çili gəncliyinin heç mində biri belə deyil. Müxalifətə yaxınlığı ilə seçilən, sosial dayağı, şalvarının balağı, təzə çəkilmiş arağı olmayan bu radikal qruplaşmanın fəaliyyətinə nəzər yetirsək, bunları görə bilərik. Aksiyalarda əsasən Çilinin əyalətlərindən Antofagasta, Los Rios, Magellanes, Tarapacá kimi rayonlarından paytaxta oxumağa gəlmiş, kirayədə yaşayan tələbələrdən istifadə olunub. Onları yönləndirən şəxslər Ernesto Che Guevara, Fidel Castro, Hugo Chavez, Gabriel Garcia Marquez kimi ciddi fiqurlar olub. İndi isə kütləvi ixtişaşlar törətməyi planlaşdıran həmin qruplaşmanın istintaqa verdiyi ifadələrin yer aldığı reportaja baxaq. Qəhrəman Çili polisinin və Çili əks inqilaba qarşı mübarizə idarəsinin birgə keçirdikləri əməliyyat nəticəsində Santiago'da ixtişaşlar yaratmaq, ölkəni xaosa, anarxiyaya sürükləmək, 72-73-cü illərə qaytarmaq istəyən qrupun planları ifşa olunub. Əməliyyat zamanı 1990-cı il təvəllüdlü Santiago Universitetinin Augusto Pinochet irsinin araşdırılması fakültəsinin 3-cü kurs tələbəsi Claudio Maldonado'nun evindən 4 kilo Kolumbiya marixuanası, üzərində təxribat xarakterli çağırışlar yazılmış vərəqələrin ksero surətləri, plakatlar, Atatürk'ün nutuk kitabı, Pampaslar Yurdu Universitetinin Milli Mənəvi Dəyərlər Fakültəsinin 2-ci kurs tələbəsi Alexis Sanchez'in evindən Ernesto Che Guevara'nın məktubları, Hugo Chavez'in əmrləri, tez alışan, yavaş alışan, birdən alışan, Molotov kokteylləri və türk müğənnisi Alişanın portreti, həmçinin partlayıcını hazırlayan Vyacheslav Mikhailoviç Molotovun özü tapılmışdır. Claudio Maldonado istintaqa verdiyi ifadəsində tüm bunların ona Eksklamasiyon təşkilatının üzvü Ernesto Che Guevara'nın verdiyini deyib. Biz Kubada, Havana'da Ernesto bəylə görüşdük. Havana'nın arasında? Mərkəzdə bir xəncəlxana var idi orada. Onun əlində avtomat, tapança və kokteyl var idi. İndiyə qədər aparılan dinc mübarizənin bir effekt vermədiyini dedi. Mənə bir torba verdi. Dedi, bunu uşaqlara paylayarsan. Kolumbiyadan almışam. Dedim, mən niyə Gəncədən almamısan? Dedi ki, ora çox uzaqdır. Atatürk'ün nutuk kitabını verdi. Dedi ki, işte səni öldürsələr, gərək bunun üstündə tapsınlar. Qruplaşma üzvlərinin məqsədi hal-hazırda ixtişaşların, dağıntıların, qanunsuzluqların baş alıb getdiyi və bir daha geri qayıtmadığı, ağır, çətin vəziyyətə düşmüş, xarici ölkələrdə, o cümlədən Liviyada, Suriyada, Misirdə, xüsusilə son dövrlər xaosa bürünmüş, aclığın hökm sürdüyü Almaniyada, liftlərin işləmədiyi Fransada, mətbəx böcəklərinin hücum etdiyi Palermoda, qanunsuz fəaliyyətlə məşğul olan qruplaşmaların metodlarından istifadə etmək, Santiago'da küçə barikadaları quraşdırmaq, polislə savaşmaq olub. Məqsədimiz ixtişaşlar yaratmaq idi. Bizə də deyilmişdik ki, əgər təxribat xarakterli hərəkətlər edərsək, molotovlar atarsak, o zaman məqsədimizə nail ola bilərik. Kim demişdi? Adı Kamilə idi. Kamila Vayaho ləqəbi ilə tanınırdı. Sonradan öyrəndik ki, onun əsl adı Kamilə Vayahoyeva idi. Sonra mənə yetim, avtoş, FBI yazılmış papaqlar verdilər. Və mənə bir şalvar da verdilər. Ona dedilər ki, şalvarı kəsib molotovlar üçün fitil hazırlamalısan. Adı çəkilən şəxslər həmçinin Molotov kokteylini necə hazırladıklarını da izah ediblər. Dediklərinə görə, molotovları hazırlamaq üçün bir sıra xarici kəşfiyyat orqanlarından, ha belə şəxsən Vyacheslav Mikhailoviç Molotovun özündən və Finlandiyada döyüşçülərdən xüsusi dərslər alıblar. Bunları polislərə atacaqdıq. Bunları hazırlamağı kim öyrədibsə? Molotov gəldi. Dedi ki, bəy, təzə bir şey tapmışam. Bunu Finlandiyalılardan öyrənmişəm. Onlar da deyiblər ki, Molotov, brat, bunu sən adıva qoyuruq. Adını veriblər ona. Tulkanı deyir, açırsan, göstərdim. Göstər görə nətərdir? Belə açdı. Sonra dedi ki, bunu sonra biraz içmək lazımdır ki, bərəkətli və nübar olsun.
Sonra dedi ki, bunu azca içdikdən sonra fitili dedi ki, salırlar. Fitili bax, beləncə salırlar. Bunun içinə dedi, belə salırlar. Vəssalam, yəni Molotov hazırdır. Fikirləşdik ki, bunu yandırandan sonra belə ataq polislərə atmaq üçün. Claudio Maldonado'nun və Alexis Sanchez'in hüquqa zidd əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi üzrə iş aparılır. O cümlədən, ixtişaşlarda adı keçən, xarici kəşfiyyat orqanlarına işləməsi şübhə doğurmayan Ernesto Che Guevara'nın məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülür. Bu reportaj tamaşaçıda 4 mühüm sual yaradır. 1. Kamilə Vayoheyeva və Ernesto Che Guevara kimdir? 2. Türk müğənnisi Alişanın bu ixtişaş planlarında iştirakı hansı səviyyədədir? 3. Əməliyyat zamanı tapılmış FBI papağı hadisələrin arxasında ABŞ-ın dayandığını ehtimal etməyə əsas verirmi? 4. Molotovların hazırlanmasında istifadəsi nəzərdə tutulmuş şalvar kimin şalvarıdır? Yəqin ki, istintaq yaxın zamanlarda bu sualların da cavablarına aydınlıq gətirəcək. Together we'll stand, divided we'll fall. Come on now people, let's get on the ball and work together. Come on, let's work together. You know together we will stand, every boy, girl, woman and a man. Bir qrup radikal gənclər təşkilatının qrup orada yox idi. Tax Santiago'da zorakılıq yolu ilə diqqəti cəlb etmə maddəsinə görə. Maddə nə idi o? Çilidə bir radikal gənclər təşkil edilmədi Araz. Araz gülmə, Araz qəxtənir. Araz! Mənə bir torba verdi. Dedi, bunu uşaqlara paylayarsan. Zəng gələndə dedi ki, asmazsın. Zəng gəldi. Götürdüm və çaldırsan. Mübarək eləsin. Hoş gəlmişsiniz. Həmşəsiz gələsiz. Yeyin, için bala. Kef eləyin bala. Yeyin, için bala. Nətər, bunu burnuna yox. Gəlmir, yox. Səsi gəlmir. Dur işte Allah. Gözə gəlir. Orada kəsə bilərsən, içimdən davamlı.